Amazondan sifariş verdiğimiz məhsulun kargo ödənişləri və gömrük bəyannaməsi necə olacaq? Hər kəsə salam dostlar, Fikirli kanalına yenidən xoş gəlmisiniz. Keçən videomuzda söz verdiyimiz kimi Amazondan sifariş verdiğimiz məhsulun kargo ödənişi və gömrük bəyannaməsi prosesini çəkəcəyik. Yəni bu məhsul bizim xarici anbarımıza çatdıqdan sonra məhsulu mütləq şəkildə bəyan etməliyik ki, və kargo ödənişini etməliyik ki, bizə məhsul problemsiz bir şəkildə gəlib çıxsın. Deməli, burada belə bir məsələ var. Bu kargo mən sifarişi verdikdə nə vaxt vermişəm? Deməli, buradan track pick deyirəm. Qeyd edeyim ki, Amazondan necə qeydiyyatdan keçmək olar, adres necə bağlamaq olar, necə məhsul sifariş vermək olar, onun haqqında ətraflı bir şəkildə videomuz var. Mütləq şəkildə bu videoya baxmamışdan əvvəl bu kartlara əlavə etdiyim bizim videomuzu axıra qədər izləyin. Öz sifarişinizi vermək istəyirsinizsə sifarişinizi verin, daha sonra bu videonu izləyin dostlar, tövsiyəmizdir. Çünki sonra problem yaşaya bilərsiniz. Deməli, bu məhsul mənə burada deməli nə vaxt çatdı? Burada yazılıb ki, bu ayın 8-i məhsul mənə çatıb. Hardasa mən bunu sifariş vermişəm. Həmin videonun vaxtına baxın. Yəni ki, tədriqən 1-2 gün bundan əvvəl sifariş vermişəm. 2 günə bu gəlib çatdı mənim xarici anbarıma. Mən buradan X-Cargodan sifariş vermişdim. Təbii ki, bu bir reklam deyil. Sifariş verdikdən sonra bu şəkildə bağlamaların bölməsinə daxil oluram. Bağlamaların bölməsinə daxil olduqda baxın gördüyünüz kimi ekrana mənim sifariş verdiyim məhsulun deməli burada çəkisi və nə qədər ödəməli olacağam məbləği yazılıb. Baxın gördüyünüz kimi bu ödənilib yazdıqda mən əvvəldən sifariş verdiyim məhsullardır. Sadəcə burada ödəniş gözlənilir bölməsi sizə də bu şəkildə olacaq. Bunu mütləq şəkildə həll etməlisiniz, ödənişini etməlisiniz və gömrük bəyannamə hamısını bir-bir bu videoda izah eləyəcəm. Deməli, daxil olursunuz həmin bu sifarişlər bölməsinə. Burada gördüyünüz kimi faktura gözlənilir bölməsi yazılıb və təbii ki, kargonun ödənişi. Məhsulun çəkisi 0.54 kiloqram, yəni təqribən yarım kilodur. Yəni bu çəkiyə görə mənə kargo ödənişi bu qədər gəlib 16 manat 40 qəpik 9.16 ABŞ dolları. Yəni bu şəkildə bunun ödənişi gəldi. İlk öncə ödənişimizi eləyək, daha sonra fakturanı necə eləmək olar, onu bir-bir sizlərə göstərək. Ödənişi eləmək üçün də həmin kargo şirkətinin fərqi yoxdur. Telefondan da bunu eləyə bilərsiniz və ya da kompüterdən. Burada gördüyünüz kimi ödəniş et bölməsi var. Bir kərə buna sıxırsınız və gördüyünüz kimi mənim balansımda 0.05 cüzi bir məbləğ var. Yəni nə qədərdirsə onu yazacaq ekranda. Balans artır dedikdə bu şəkildə balans artır seçənəyini sıxırıq. Və burada gördüyünüz kimi bizə USDT Azərbaycan manatı kimi burada seçənəklər verir. Yəni ki, hansı valyutana ödəniş edəcəksiniz. Fərqi yoxdur. Burada Azərbaycan manatı seçə bilərsiniz və yaxud da ABŞ dolları. Amma əgər siz ABŞ dolları kimi burada göstərirsə, yəni burada fərqi yoxdur da məncə. Çünki hansı ödənişlə eləyirsinizsə, bu kargo ödənişi onunla olur. Burada ödəniş et bölməsini yenə sıxıram. Balans artır bölməsini sıxıram. Kartdan seçirəm təbii ki. Deməli, burada gördüyünüz kimi məbləğ yazılıb. Yəni mən nə qədər məbləğ ödəyəcəm, avtomatik düşür. Yəni siz bura heç nə əlavə etməyə ehtiyac yoxdur. Kargo ödənişi nə qədərdirsə, o qədər də ödəniş düşür. Buraya yazıram kart nömrəmin, kartın üzərindəki ay, il, yəni ki, kartın üzərindəki ay, il nədirsə onu yazırsınız, bitmə tarixini. Bir də ki, CVC, yəni 3 rəqəmli kartın kodunu yazırsınız, arxa tərəfində olur adətən və burada seçili olur və təsdiqli deyirsiniz. Mən indi tez bir şəkildə öz ödənişimi eləyim, daha sonra videonun davamını eləyək dostlar. Ödənişimizi etdik, bu şəkildə gördüyünüz kimi mən burada ödəniş etdim. Səhifəmi bir dənə yeniləyirəm, tez bir şəkildə səhifəni yeniləyək. Aha, bu şəkildə ödəniş et düyməsi yenə aktiv olur. Yəni sizin məbləği balansınıza yükləyirlər. Ödəniş et bölməsinə bir kərə burada sıxırsınız və gördüyünüz kimi artıq balansımda mənim bu məbləğ var. Tamamla dedikdə ödənişim uğurla başa çatdı. Bu şəkildə bildiriş gəlir. Yəni kargo ödənişini bu şəkildə etmiş olduq. Adətən düzdür, gəldikdə də vermək olur, amma mən yoxlamamışam. Açıqcası qabaqcadan vermişəm həmişə pulunu, problem yaşamayım. Yəni ki, yoxlamadığım bir şey onun üçün mən qabaqcadan ödəniş eləyirəm. Səhifəni yeniləyirəm yenidən. Artıq burada gördüyünüz kimi ödəniş edilib statusu çıxır və faktura gözlənilir, yenə aktivdir. Fakturanı necə yükləyir dostlar? Baxın, burada gördüyünüz kimi biraz aşağı düşdük. Burada yazılıb ki, faktura əlavə edilməyib yazılır. Bu nə üçündür? Bu fakturanı da əlavə etməliyik ki, gömrükdə bəyan edildikdə heç bir halda problem yaşamayaq. Fakturanı necə əlavə edirsiniz? Baxın, burada əlavə et düyməsini bir kərə sıxırsınız.
Burada yazılıb ki, bağlamamızın sürətli gömrük yoxlanışı üçün məhsul dəyərini göstərən faktura screenshot yükləyin. Yəni məhsul dəyəri nədir? Daxil olursunuz yenə Amazon saytına. Bu şəkildə burada deməli nə qədər ödəmişiksə, burada yəni ki, account bölməsinə keçirik və order bölməsinə bir kərə klik edirik. Order bölməsinə klik etdikdə baxın gördüyünüz kimi bizim burada sifarişimiz və sifarişimizin dəyəri, yəni nə qədər ödəmişik və nə vaxtı çatdırılıb bu şəkildə burada yazılıb. Bunun tez bir şəkildə ekranın skrinini alırıq. Bunu yenidən deyirəm, telefondan da eləyə bilərsiniz. Yəni telefondan da eyni proseslərdir. Buradan ekran görüntüsünü bu şəkildə alıram, şəklini kopyalayıram. Telefonuma və yaxud da kompüterimə bunu kopyalayıram. Və gəlirəm Xcargo-nun səhifəsinə. Xcargo olmayıb başqa bir kargo olsun. Heç bir fərqi yoxdur. Burada əlavə artır bölməsi var. Buna bir kərə klik edirəm və kompüterimdən həmin screenshotu, yəni ekran görüntüsünü yükləyirəm. Baxın bu şəkildə. Yüklədikdən sonra invoice-lərini göstərir. Invoice-lər də burada nə qədərdir? 31.58. Burada yazırıq 31.58. Yəni dollarlandırsa dollarla yazırsınız. Yəni USD yazır bu şəkildə. Mağaza Amazon bu şəkildə yazıram və burada başqa heç bir şey yoxdur əlavə etməyim lazım olan. Təsdiqlə deyirəm. Buradan sizdən kateqoriyada soruşur. Bunu da seçməlisiniz. Kateqoriyanı da burada seçin deyirsə, əgər nə gətirmisinizsə, elektronikadırsa, elektronikanı seçirsiniz. Tibbi ləvazimatlar və avadanlıqlar bu şəkildə bitki. Mən də səhvləmirəmsə tibbi kateqoriyasına girir. Və bunu təsdiqlə deyirsiniz. Kosmetik ola bilər əslində. Yəni bu nə gətirmisinizsə onu seçirsiniz. Yəni bu şəkildə kateqoriyanı seçirəm və təsdiqlə deyirəm dostlar. Təsdiqlə dedikdən sonra artıq bizim bu şəkildə səhifəmizi yeniləyirik. Fakturamızı da əlavə etdik. Və fakturanı da əlavə etdikdən sonra bir dənə proses qalır dostlar. Bu da bəyan prosesidir. Bəyan et dedikdə bizi birbaşa yönləndirir Smart Customs-a. Amma bunu telefondan etməyiniz tövsiyə olunur. Onsuz da Smart Customs proqramı telefonda yüklü olur. İndi isə keçək telefonumuza və Smart Customs-a, yəni gömrük proqramından bu gətirdiyimiz bağlamanı necə bəyan edirik, onu göstərək. Və asan sima ilə daxil ol bir kərə sıxıram. Bizi yönləndirir asan sima proqramına. Ondan da qeydiyyatdan çox asan bir prosesi var. Yəni yenə ətraflı bir şəkildə videosunu çəkərəm, amma çoxsunuz bunu bilirsiniz. Bu şəkildə ekrana gəlir. Burada sənədi təsdiq edirsiniz. Ekrandakı pin kodunuzu daxil edirsiniz. Ekrana təsdiq olundu və bizi yönləndirir Smart Customs, yəni gömrük bəyannaməsi proqramına yönləndirir. Avtomatik heç bir şey eləmirəm, yəni birbaşa özü yönləndirir. Bu şəkildə yönləndirdikdə burada biz seçməli olduğumuz şey elektron ticarət sadələşdirilmiş bəyannamə bölməsini bir kərə sıxırıq. Sıxdıqda baxın buna fikir verin. Məndə cari ay ərzində 0 dollar, yəni məhsul gətirmişəm. Bu limit 300 dollardır. Yəni bu 300 dollar limitini keçdikdə əlavə gömrük rüsumları ödəməli olursunuz. Yəni ki, ay ərzində 300 dollar tədbiqən 510 manat eləyir. Bu şəkildə bizim aylıq burada limitimiz var. Və gömrük proqramına daxil olduqda burada bəyan edilməmişlər bölməsinə bir statusu gəlib. Yəni bu da ki, o deməkdir ki, bizim məhsulumuzun bəyan edilməmişlər bölməsinə bir kərə statusa düşür. Buna bir kərə klik edirik. Baxın gördüyünüz kimi Xcargo və həmin məhsulumun dəyəri 31.58 nə yazmışam? TV ləvazimatları və avadanlıqları bu şəkildə Xcargo-nun da burada ID-si düşüb. Bəyan et bölməsinə bir kərə sıxırıq. Digər dedikdə bu şəkildə gördüyünüz kimi satıcı Amazon və burada heç bir şey etməyə ehtiyac yoxdur. Sadəcə iləri düyməsini sıxırıq. İləri düyməsini sıxırıq və əlavə edin bölməsinə bir kərə klik edirik. Əlavə et dedikdə burada malın əsas daxil olduğu qrupları seçirik. Nə gətirmişsinizsə elektronikası, elektronika, bitkidirsə bitki, ayaqqabısa ayaqqabı, burada kimyavi təmizləyicilər və nə seçirsinizsə, indi mən öz nə gətirmişəmsə onu seçirəm. Və məhsulun burada invoice qiyməti bayaq da yazıldığı kimi, burada məhsulumuzun invoice qiyməti nədirsə, valyutanı burada birinci ABŞ dolları seçirik. ABŞ dolları seçdikdən sonra məhsulun invoice qiyməti. Burada nə qədər idi dostlar? 31.58 olaraq qeyd olunub. 31.58 bu şəkildə daxil edirik.
Daxillədıqdan sonra ədəd kiloqram bir dənədirsə, bir dənə seçirsiniz və əlavə et bölməsinə çıxırıq. Burada məlumatları verir, gömrük dəyəri nə qədərdir və burada əlavə olaraq və burada təsdiqlə bilməsini, buradakı quş işarəsini işarələyib və təsdiqlə deyirik. Təsdiqlə dedikdən sonra artıq bizim gömrük bəyannamemiz problemsiz bir şəkildə burada bəyan edilmişdir. Baxın, gördüyünüz kimi sırazı mənim aylıq çatdırılma statusum yeniləndi. Yəni bu 300 dolları keçdikdə əlavə rüsum ödəyirsiniz. Yəni bu şəkildə bəyan etdikdən sonra artıq bizə lazım olan məhsulumuzun gəlməyini gözləmək, yəni məntəqəyə çatır. Adətən sizə mesaj yolundan bildirim gəlir ki, məhsul gəldi, çatdı və siz də gedib yaxınlaşıb məhsulunuzu götürürsüz. Yəni heç bir şey etmirsiniz. Şəxsi vəsiqənizi götürürsüz və gedirsiniz, yaxınlaşırsınız məntəqəyə, məhsulunuzu götürürsüz. Buradan sonra da daha heç yerə ödəniş eləməyə və yaxud da nəsə bir şey eləməyə ehtiyac yoxdur dostlar. Bu şəkildə əgər videomuzu bəyəndinizsə dostlar, xahiş edirəm kanalımıza bəyənin və maksimum bizə dəstək olun ki, belə videoların davamı gəlsin. Sizlər üçün bu videoları əziyyətlə çəkib hazırlayırıq dostlar. Sizin də etməyiniz gerəkən videomuzdan faydalanıb, məhsullarınızı gətirib, sadəcə tək etməyiniz gerəkən videoya like etmək və dostlarınızla paylaşmaq və abunə olmaq. Başqa da heç bir şey sizdən istəmirik dostlar. Təqdim etdi Fikirli kanalı.